Alt-altı toplama görürük. A-nın üzərinə 3 gələndə 4 eləyib. Toplanan, cəm. Məşğul toplananı tapmaq üçün nə edəcəyik? Cəmlə, yəni 4-dən, məlum toplananı, yəni 3-ü çıxacaq. Deməli, məşğul toplananımız 1 imiş. 1 üstəgəl 3, 4-ə bərabər olub. 1-i də olduğu kimi salmışıq aşağı. Şərtdə də bizdən elə A-nı istəyirdi. Biz A-nı tapdıq. 1. A variantı doğru cavabdır. Dostlar, şəkildəki cədvəl elə qurulub ki, həm hər sətirdə, həm də hər sütunda 1 M, 1 K və 1 P hərfləri var. Gəlin əvvəlcə sətirlərə baxaq. M, K, P. K, P, M. İkinci sətir bizə məlum deyil, ora qaydacıq indi. Sütunlara da baxaq. M, P, K. K, M, P. Gördüyünüz hərəsində 1M, 1K, 1P oldu. İndi biz sual işarəsinin yerinə elə qoymalıyıq ki, P, M növbəti hansı olmalıdır ki, bu sətrimizdə hərəsindən bir dənə olsun? Əlbəttə ki, K. Bu həm də bizim sütunlardakı şərtimizdir. Baxın, P, K, M. 1P, 1K, 1M. 1P, 1M, 1K. Deməli, sual işarəsinin yerində olmalıdır K hərfi. C variantı doğru cavabdır. Şəkli tamamlayaq. Görürsünüz, hər sətirdə 4 toplama işarəsi var. 1, 2, 3, 4. 1, 2, 3, 4. Sonuncu sətirdə biz tamamlayaq. 1, 2, 3 və 4. Bu şəkil variantlardan hansında var? C variantında var. C variantı doğru cavab oldu. Baxaq. Şəklin birinci hissəsində 1, 2, 3, 4, 5. 5 top var. İkincisində 1, 2, 3, 4. 4 top var. Üçüncüsündə 1, 2, 3. 3 top var. Dördüncüsündə 2 top var. Beşincisində 1 top var. Bir azarda düzdür. 5, 4, 3, 2, 1. Növbəti ədəd hansı olmalıdır? 0. Növbəti şəkildə 0 top olmalıdır. Yəni top olmamalıdır ümumiyyətlə. Bu da C variantındadır. C variantı doğru cavabdır. Dostlar, 11 ədədinin rəqəmlərinin cəmini tapanda, yəni 1-in üzərinə 1 gələndə eləyir 2. Qarşısında da 2 yazılıb. 14 ədədinin rəqəmlərinin cəmini tapanda, 1-in üzərinə 4 gələndə eləyir 5. Qarşısında da 5 yazılıb. 15-də 1-in üzərinə 5 gələndə eləyir 6. Yenə qarşısında 6 yazılıb. Sual işarəsinin yerində nə olmalıdır? 19-un rəqəmlərinin cəmi olmalıdır. Yəni 1 üstəgəl 9. 1 ilə 9 toplayanda eləyir 10. Sual işarəsinin yerində sən demə 10 olmalıymış. A variantı doğru cavabdır. Bibər acı dadır. Bal şirin dadır. Limon necə dadır? Limon turş dadır. C variantı doğru cavabdır. Verilmiş ədədlər sırasında hər sətirdə kənardakı 2 ədədi toplayanda ortadakı ədəd eləyir. Yəni 2-nin üzərinə 5 gələndə eləyir 7. Ortada mötərizənin içində 7 yazılıb. 3-ün üzərinə 1 gələndə eləyir 4. Mötərizənin içində 4 yazılıb. Deməli, 6-nın üzərinə 2 gələndə neçə eləyirsə, mötərizənin içində də o yazılmalıdır. 6-nın üzərinə 2 gələndə eləyir 8. Sual işarəsinin yerində olmalıdır 8. B variantı doğru cavabdır. Hansı ədəddə 4 onluq var? A variantına baxaq. 2 təklik, 2 onluq. Bu bizim şərtimizi ödəmədi. Bizə 4 onluq lazımdır. B-də 1 təklik, 3 onluq. Bu da olmadı. C-də 0 təklik, 4 onluq. Şərtdə də bizdən elə 4 onluq istəyirdi. C variantı doğru cavabdır. Hovuzda 2 ördək və onların hər birinin 2 balası üzür. Hovuzda cəmi neçə ördək üzür? Gəlin təsəvvür eləyək ki, hovuzda 1 ördək və 2 ördək. 2 dənə ördək var. Və hər ördəyin də 2 balası var. Bir ördəyin 2 balasını çəkək. 1 bala, 2 bala. O bir ördəyin də yenə 1 bala, 2 balası var, düzdür? Deməli, bizim hovuzumuzda ümumi oldu 2 ördək və onların hərəsinin də 2 balası. İndi şərtdə bizə deyir ki, hovuzda cəmi neçə ördək üzür? 1, 2, 3, 4, 5, 6.
Hovuzda cəmi deməli 6 ördək üzür. C variantı doğru cavabdır. Ayanın 8 yaşı var. 3 il sonra Ayanın neçə yaşı olar? Ayanın 8 yaşı varsa, Ayan 3 il sonra 3 yaş böyüyər. Yəni yaşı 3 vahid artar. 8-in üzərinə 3 gələndə eləyir 11. 3 il sonra Ayanın 11 yaşı olar. C variantı doğru cavabdır.